Hamıya salam. Bu videoda hip yaddaş haqqında danışacağam. Deməli, hip yaddaş GVM-in ayırdığı yaddaş sahələrindən biridir. Onun daxilində obyektlər, yəni new açar sözü ilə yaradılan hər şey, obyektlərin filtrləri və Java 8-dən sonra statik dəyərlər saxlanılır. Hip yaddaş iki əsas hissəyə bölünür: Young Generation və Old Generation. Young Generation-da öz altında müəyyən hissələrə bölünür. Bunlar Hidden Space və Survivor sahələridir. Və Survivor sahələri də 2 dənə olur: S0 və S1. İndi isə keçək hip yaddaşla stack yaddaş arasındakı əlaqəyə. Mən person obyekti yaradanda stack yaddaşda bir dənə person yaranır və hip yaddaşda da obyektin özü yaranır. Stack yaddaşda bu obyektin referansı saxlanılır və bu ona işarə eləyir. Hip yaddaşda da obyektin özü saxlanılır. Bunu kodda göstərsək, mən belə bir dənə person klassı yaratmışam. İçində bir dənə name dəyəri var. Main-də gəlirəm, deyirəm ki, person bərabərdir new person və içində name olaraq da göndərirəm Salman. Və mən bunu debug modda run eləsəm, baxın, burada person yarandı və person at 923 yarandı. Bu, buradakı new personun hip yaddaşdakı belə adresidir, referansıdır və daxilində də ki, name-i görmək olur. Yəni bu əslində bu hip yaddaşda saxlanılır, bu personun fieldi də. Sadəcə ide bizə köməklik olsun deyə birbaşa olaraq burada göstərir. Yəni ki, bu name stack yaddaşda saxlanılmır. Bu da belə. Ondan sonra keçək hip yaddaşın işləmə məntiqinə. Yaradılan obyektlər ilk başda Hidden Space-də yerləşdirilir. Hidden Space dolandan sonra minor GC işə düşür və canlı obyektləri Survivor sahələrə köçürür. Bu minor GC garbage collector'ın bir növüdür. Garbage collector'lar haqqında növbəti videoda daha ətraflı danışacağım, amma belə qısaca izah eləyim ki, məsələn, mən burada bir dənə person obyekti yaratmışam. Və mən burada gəlib deyirəm ki, person bərabərdir null. Bu zaman mənim new person Salmana belə əlçatanlığım olmur da. Yaxud mən burada deyirəm ki, new person, məsələn, belə bir dənə name mənimsədirəm. Və bu zaman bu person gedir, buna işarə eləyir. Onu da burada belə göstərsəm. Hal-hazırda bizim bizim situasiyamızda person bunu göstərir. Amma o birisində mən bunu yazanda artıq bu əlaqə kəsilir. Bu əlaqə də kəsildiyi üçün gəlir bunu göstərir. Niyə? Çünki mən bunu burada initialize eləmişəm new person karanı. Və bu obyektdə artıq stack yaddaşdan heç bir referans göstərən olmadığı üçün bu artıq garbage collector tərəfindən silinəcək. Yəni garbage collector'ın məntiqi bu cürdür. Minor GC işə düşür. Hidden Space-in yaddaşı dolandan sonra minor GC işə düşür və canlı obyektləri, yəni ki, burada referans göstərən obyektləri keçirir Survivor sahələrinə və Hidden Space-də qalan cansız obyektləri, yəni ki, referansı olmayan obyektləri silir. Yəni ki, bu new person Salman artıq buradan silinəcək garbage collector tərəfindən. Survivor sahələrdən mütləq biri boş olmalıdır və obyektlər Survivor sahələr arasında ping-pong topu kimi gedir gəlir. Hər bir cycle tamam olanda onların yaşı bir vahid artır. Bu yaş default olaraq adətən 15 olur, amma onu biz bu komanda ilə dəyişə bilirik. Yəni istədiyimiz age dəyərini ora mənimsədə bilirik və bu yaş tamam olandan sonra, yəni 15 olandan sonra, yaxud bizim daxil elədiyimiz ədəd olandan sonra bu obyektlər old generation-a keçir və old generation artıq minor GC işləmir. Növbəti videoda yenə də deyirəm, garbage collectorlar haqqında ətraflı danışacağım. İndi isə gərək bunu vizual şəkildə göstərim. Bu mənim hip yaddaşımdır. Bu onun altındakı növləridir, daha doğrusu hissələridir və mənim burada
7 dənə obyektim var. Və hər birinin yaşı, age dəyəri 0-dır. Default olaraq hamısı 0 olaraq başlayır. Və çox belə nümunə uzamasın deyə mən bu age dəyərini maksimum 3-ə qədər eləyəcəm. Yəni burada default olaraq 15-dir, amma mən bunu 3 olaraq nəzərə alacağam və nümunəni elə göstərəcəm. Ən birinci mən 7 dənə obyekti burada yaradıram. Bunlar gəlir düşür Eden Space-ə. Və daha sonra mən burada yenə çoxlu obyektlər yaradıram və Eden Space-in yaddaşı dolur. Və minor GC gəlir, baxır görür ki, hansının stack yaddaşda referansı var. Baxır, məsələn, F-in artıq tutaq ki, obyektin artıq əlçatanlıq yoxdur da. O buradakı göstərilən ox artıq qırılıb. Ona görə F-i minor GC buradan silir və bu person obyektlərini göndərir survivor sahələrindən birinə, S0-a göndərir. Və bunların age-i də hamısı 1 olur. Və bu obyektlərin age dəyəri artıq 1 oldu. Ondan sonra bizim proqramımızda yenə obyektlər yarandı, Eden Space yenə doldu. Və minor GC işə düşür. Bu zaman minor GC survivor sahələri də yoxlayır. Və deyək ki, bunların hamısının bitdi. Stack yaddaşda göstərilən bir referansı olmadığı üçün artıq survivor sahələrə baxır. Və burada C ilə D-nin də artıq referansı yoxdur. Yəni bunların obyektləri də artıq əlçatan deyil. Minor GC bunları da silir. Və minor GC bunları siləndən sonra bunları göndərir S1 sahəsinə. Və S0 yenidən boş olur. Və bunların age dəyərləri də yenə bir vahid artır. Obyektlərin age dəyəri artdı oldu 2 və yenə Eden Space yenə dolur. Arxa planda obyektlər yaranır. Eden Space yenə dolur və minor GC yenə yoxlayır. Və bu zaman da görür ki, artıq Y ilə G-nin də artıq referansı yoxdur. Ona görə minor GC bunları da silir və geriyə qalan 2 obyekti təzədən göndərir S0-a. Və bu zaman bunların age-ləri 3 olur. Bunların age-ləri 3 olandan sonra mən burada demişdim ki, müəyyən bir həddə çatandan sonra bunlar old generation-a keçid eləyir. Yəni ki, yenə Eden Space dolur, yenə minor GC yoxlayır və görür ki, artıq bunların age-i 3-dür. Və bunları S1-in əvəzinə göndərir artıq bu obyektləri old generation-a. Və bu obyektlər artıq old generation-da olur və burada artıq minor GC işləmir. Burada ayrı garbage collector'ın ayrı növü işləyir. O da növbəti videoda ətraflı izah edəcəm. Yəni qısaca heap yaddaşın da arxada işləmə prinsipi bu cür olur. İndi isə gələk TLAB anlayışına. TLAB-nin açılımı Thread Local Allocation Buffer deməkdir. Eden Space daxilində hər thread üçün ayrılmış kiçik yaddaş sahəsidir. Java-da obyektlər tez-tez yaranır və bir neçə thread Eden Space-də eyni anda obyekt yaratmaq istəsə, locking prosesi baş verir. Məsələn, deyək ki, eyni anda 5 dənə thread obyekt yaratmaq istəyir. Bu zaman thread 1, ilk çatan thread gəlir, obyektini yaradır, digər 4 dənə thread onu gözləyir. Thread 1-in işi bitəndən sonra keçir thread 2 yaradır, digər 3 onu gözləyir, 3-cü yaradır, digərləri gözləyir, 4-cü və axırda da 5-ci yaradır. Bu da performans itkisidir. JVM isə hər bir thread üçün başından bəri bir dənə Eden Space-də kiçik bir sahə yaradır və bu 5 dənə thread hər biri öz ayrı-ayrı sahələrində yaranır. Yəni ki, Eden Space-də bu threadlər üçün 5 dənə sahə olur və hər biri eyni anda gəlir, bir-birlərinin işinə qarışmadan bu sahələrdə obyektlərin yaradırlar və təzədən çıxıb gedirlər. Və beləliklə locking prosesinin qarşısı alınır. İndi isə gələk obyektlər heap yaddaşda necə saxlanılır. Obyektlər heap yaddaşda Java Object Layout şəklində saxlanılır
və obyektin heapdəki yaddaşı adətən 8 byte alignment ilə olmalıdır. Yəni ki, obyektin yaddaşı 8-in qatları şəklində olur. Yəni 16 byte, 24 byte, 32 byte olur. Yəni 30 byte yaxud 29 byte olaraq saxlanıla bilməz. Və 3 hissədən ibarətdir. Bunlar object header, instance data və padding. Object header-da mark word və class pointer saxlanılır. Mark word-də bayaqki burada göstərdiyim garbage collector yaşı, ondan sonra log state-i, hash kod saxlanılır. Class pointer isə obyektin hansı klassa aid olduğunu göstərən metadataya referansdır. Bunu metaspace-i keçəndə ətraflı izah edəcəm. Instance datada isə obyektin daxilindəki instance dəyərlər saxlanılır. Padding nədir? Paddingdə də ki, məsələn, bu object header-la, object header adətən həmişə 12 byte olur. Məsələn, object header-la instance datanı toplayanda, məsələn, eləyir 30 byte. 38-in necə deyim, 8-ə bölünmür deyə padding ona 2 byte də əlavə yaddaş verir və bu 32 byte olur və obyektdə bu cür saxlanılır. Və bunu da konsolda görmək olur. Bunu da Jol adında tool-la görmək olur. Bunun üçün mən bura gəlirəm, yazıram ki, OpenJol. Burada bir dənə GitHub reposu var. Və burada bunun dependency'si var. Bunu istifadə eləmək üçün mən File, New Project deyirəm. Buradan Java-nı seçirəm. Lesson 15 Jol qoyuram adını. Və biz burada həmişə IntelliJ seçirdik. Bu səfər Maven seçəcəm. Çünki dependency-ni istifadə eləmək üçün, dependency-ni əlavə edə bilmək üçün. Və create vururam. New window deyirəm. Və burada pom.xml faylı var. Mən bu dependency-ni bura əlavə edəcəm. Onun üçün bunu kopyalayıram. Və burada gəlirəm, bir dənə dependencies yazıram və bu dependency-ni buraya yapışdırıram. Və burada versiya əlavə eləmək lazımdır. Bu versiyalar Maven Centralda var. Mən 0.17 versiyasını istifadə edəcəm. Önce load edirəm. Tamamlandı. Və mən bu kitabxananı proyektimə əlavə elədim. İndi source-un altında, main-in altında Java-da mən bir dənə person klassı yaradıram. Bu personun içində mən private int tutaq ki, nə saxlayıram? Məsələn, string name saxlayıram. Private int age saxlayıram. Elə bu qədər oldu bəsdir. Bunun konstruktorunu yazıram. Getir setterlarını əlavə edirəm. İndi isə mən burada bir dənə main class yaradıram. Burada personun obyektini yaradıram. New person Salman və age deyirəm 20. Daha sonra mən bunun heap yaddaşa necə saxlanıldığını görmək üçün cout class layout adında bir dənə class var. Baxın, bu Joldan gəlir, əlavə elədiyimiz kitabxanada. Burada parse instance person dəyərimi obyektin bura göndərirəm və toPrintable metodunu çağırıram. İndi mən bu kodu run edirəm. Bu kodu run edəndə belə bir dənə output çıxır. Deməli, burada başlayaq ki, bunlar nədir? Məsələn, off var burada. Off hansı yaddaşdan başlanılmasıdır. Burada CZ nədir? Bu size deməkdir. Tutaq ki, 0-dan başlayır. 8 byte
elə bir yer tutur. Daha sonra 8-dən başlayır, 4 bayt yer tutur. Yəni 8 + 4 oldu 12. 12-dən başlayır 4 bayt, 16-dan başlayır 4 bayt, 20-dən başlayır 4 bayt. Belə davam eləyir. Deməli, birinci hissə bizim mark word hissəmizdir. Burada bu şəkildə yazıb, amma bunu insanın başa düşməsi üçün belə çevirir. Bu non-visible obyektin log məlumatıdır. Bu h0 isə mənim burada mənimsətdiyim instance dəyər deyil. Bu bayaq izah elədiyim buradakı garbage collector'ın age'idir. Yəni onun age'i deyil. Daha sonra burada da class pointer saxlanılır. Yəni ki, bu person obyektinin hansı klasa aid olduğu burada saxlanılır. Object header bu cür olur, 12 bayt yer tutur. Ondan sonra instance data hissəsi gəlir. Burada mənim gördüyünüz kimi instance dəyərlərim saxlanılır. Məsələn, age dəyəri 4 bayt yer tutur. Mən ilk videolarımda data type'ları da keçəndə demişdim ki, onsuz integer yaddaşda 4 bayt yer tutur. Daha sonra və burada onun dəyərini verib 20. Baxın, mən burada 20 yazmışam. Burada da onun dəyəri verilib, value'su verilib. Yuxarıda da qeyd olunub. Ondan sonra mənim burada string dəyərim var, name. Burada da baxın, onun value'sunu birbaşa Salman yazmayıb, object yazıb. Çünki əslində string də bir obyektdir də. Yəni ki, burada əslində onun referansını göstərir. Java long string, yəni string obyektindəndir. Person.name. Və bu header-la instance data bir yerdə 20 bayt yer tutdu. Və burada mən padding hissəsindən bəhs etmişdim ki, obyektin ümumi həcmini 8-ə bölünən etmək üçün əlavə yaddaş verir. Yəni ki, 20-dir, yəni 16/4 elədi 20 və 28-ə bölünmədiyi üçün JVM özü də əlavə olaraq 4 bayt yaddaş verir və obyektimizin ümumi yaddaşı olur 4 bayt. Jol barədə də bu qədər. Yəni bu əslində bu kitabxananın məqsədi bundan ibarət deyil. Yəni daha çox belə funksionallığı var, amma mən sadəcə hip yaddaşı göstərmək üçün istifadə etdim. Yəni özünüz də istəsəz araşdırıb baxa bilərsiniz. İndi isə keçək statik dəyişənlərin saxlanılmasına. Statik dəyişənlər Java 8-dən sonra hip yaddaşın daxilində saxlanılır. Java 8-dən əvvəl isə onlar permgenlərdə saxlanılırdı. Onlar Java lang klassın içində saxlanılır və bu statik dəyişənləri də görmək üçün gərək bizim əlimizdə hip yaddaşı olsun və onu orada vizual şəkildə yəni tapaq. Hip yaddaşı götürmək üçün mən bu komandadan istifadə edəcəm. Ən birinci mən person klassıma gəlirəm və burada bir dənə də instance dəyər əlavə edirəm və bir dənə də private static int bir dənə number dəyəri deyirəm və onu 10-a mənimsədirəm. Burada da age-i mənimsədək. Və this age bərabərdir. Və Salman və age-i də 20-ni mənimsədirəm. Biz bu kodu run eləyəndə bu birbaşa run olacaq və dayanacaq da. Bizə lazımdır ki, bu həmişə run vəziyyətində qalsın. Onun üçün mən burada thread sleep deyirəm və bunu 1 saatlığına proqramı açıq saxlayıram. İndi kodu run eləyirəm. Baxın, artıq exit və s. kimi şeylər gəlmir. Burada yazıram şeyi GPS. GPS yazandan sonra məndə burada çoxlu belə şeylər gəlir də. Mən hansının bizim main metodumuz olduğunu öyrənmək üçün GPS -l deyirəm və burada main yazılan bizim proqramdır.
və onun proses ID-si 5371-dir. Mən bunu kopyalayıram və burada PID-in yerinə gəlib yapışdırıram. Komandanı kopyaladım və bunu buraya yazıb Enter düyməsinə basanda, baxın burada belə bir dənə fayl yaratdı bizim üçün. Mən bunu açanda, bağlayayım, təzədən açım. Mən bunu açanda, baxın burada mənim heap yaddaşım var. Mən burada person yazıb axtarsam, baxın, personun içindəki instance dəyərlərim buradadır. Name və age burada saxlanılır. Amma mən burada number-ı görə bilmirəm. Number-ı görmək üçün personu burada bağlayıram. Təzədən bunu açıram. Burada Java-Lang klassın içinə girirəm və burada yenidən person yazıb axtarışa verirəm. Və burada baxın, statik dəyərimi mən burada görə bilirəm. Bu Java-Lang klassın içində saxlanılır və Java 8-dən sonra statik dəyişənlər bu cür saxlanılır. Yəni, mən burada ayrı bir dənə də test klassı yazıb, onun da içində statik dəyişən yazsaydım, bu da həmin klassın içində ayrıca testin altında olacaqdır. Statik dəyərlərdən də bu qədər. İndi isə gəlin memory-lik məsələsinə baxaq. Memory-lik qısaca o deməkdir ki, istifadə olunmayan obyektləri garbage collector silə bilmir və bunlar yaddaşda qala-qala çoxlu yer tutmağa başlayırlar və proqramın sürətinə də təsir edir və bir müddətdən sonra artıq yeni obyekt yaratmaq üçün yer qalmır. Və ən çox rast gəlinən memory-lik səbəbləri həddindən artıq static collection istifadəsidir. O sonra bağlanmamış resurslardır və yanlış equals və hashcode implementasiyalardır. Və memory-lik zamanı Java bizə out of memory error exception, daha doğrusu errorunu atır. İndi gəlin memory-lik də eləyək biz. Və memory-liki də vizual olaraq görək ki, yaddaşı necə təsir eləyir. Burada ən çox rast gələn səbəbləri də elə static collection olaraq göstərəcəm. Məsələn, mən burada yazıram ki, public ehtiyac yoxdur. Static list person people new array list deyirəm. Mən burada deyirəm ki, while true, yəni sonsuza qədər mənim üçün person yaratsın. Bu heap proof artıq silə bilərik. Və burada person bərabərdir new person deyirəm və Salman və 20 dəyərlərini bura mənimsədirəm. Statik dəyərə artıq ehtiyacımız yoxdur. Və mən burada bir dənə də belə counter yaradıram. Görək neçə dənə obyekt yarada biləcəyik və obyekt yaradandan sonra da counter'ı 1 vaid artırıram və cout deyirəm ki, added person counter deyirəm və people array listinə bu personu əlavə eləyirəm. Bunu da eləyəndən sonra bu Java-da obyektlər çox sürətlə yaranır deyə mən bunu thread sleep 100 milisaniyə dayandıraraq eləyirəm. Yəni person yaranacaq, əlavə olunacaq, çap olunacaq, ondan sonra 100 milisaniyə proqram gözləyəcək, ondan sonra təzədən yenə eyni proseslər davam eləyəcək. Amma ki bizim bunun obyektimizin yaddaşı çox kiçik olacaq. Yəni bayaq biz burada baxdıq 24 byte tutdu deyəsən. Burada mən bir dənə private byte array yaradıram. Array bərabərdir new byte. Və bunun yaddaşını mən 1 megabayt eləyirəm. Yəni hər şey yarananda, obyekt yarananda özü ilə bir yerdə 1 megabaytlıq da bir dənə array yaradacaq.
Bu necə 1 megabayt olur? Bunun içində ancaq bunun default dəyərləri baytdır axı. Yəni ki, bu array-in içində olacaq 0, 0, 0 və belə gedəcək 1024 vur 1024 qədər. Və bunlar bayt tipində olduğu üçün, yəni adından da bilinir, bu yaddaşda 1 bayt tutur. Və bu qədər bayt da birləşəndə 1 megabayt alınır. İndi mən kodu run eləməmişdən qabaq biz bunu nəzarət eləmək üçün Visual VM adında bir dənə proqramdan istifadə edəcəm. Bunu atıram bura. Yanaşı gətirək. İndi mən kodu run eləyirəm. Baxın, personlar yaranmağa başladı. Və baxın, burada process ID gəldi. Monitora keçdim və baxın, heap yaddaşın sayəsi getdikcə artır. İndi burada təxminən 4 GB-dır. Bizdə biraz yavaş-yavaş artır. Çünki thread sleep-i biraz çox qoymuşuq. Bunu 10 eləsək necə olar görəsən. Təzədən run eləyirəm. Bu səfər obyektlər daha sürətlə başladı. 55-72-dir process ID və baxın, çox tez bir şəkildə tez-tez obyektlər yaranır və heap yaddaşda, yəni boş-boşuna yer tutur. Və bu belə gedir. 4 GB olandan sonra bizə bir dənə error atacaq. Yox, burada dayandı. İndi buraya gəlirəm. Baxın, konsolda da out of memory erroru atıldı və 2045 dənə də obyekt yaratdıq. Niyə 2045? Əslində bu çox olmalıydı. Çünki biz burada 1 megabaytlıq da, yəni obyektimiz onsuz 24 bayt yer tuturdu. Ona biz də əlavə olaraq 1 megabaytda üstünə gəldik, ona görə bu qədər yer tutdu. Bunu siz öz kompüterinizdə yoxlasaz, böyük ehtimal kompüteriniz qızacaq, çox qızacaq, məndə də qızdı. Çünki yəni, həqiqətən kompüterə yük düşür, yəni bir neçə saniyə ərzində 4 GB doldurduq, yəni. Heap yaddaş haqqında bu qədər. Kanala abunə olmağı və videoya like atmağı unutmayın. Və sizin də əlavə bir fikriniz varsa, yaxud ola bilər ki, mən nəyisə səhv demişəm, siz nəsə bir düzəliş eləmək istəsəz, bunu da kommentlərdə yazsaz sevinərəm. Növbəti videoda görüşərik.